Salam, hər birinizi xoş gördük. Sizlərlə mən yenidən qarşınızdayım. Söz vermiş olduğum şəkildə fonetika bölməsinin 3-cü, yəni yekun hissəsini çəkməyə qərarı aldım. Biz ötən dərslərimizdə, yəni ötən videolarda fonetikadan saitlərə aid bir video çəkdik, samitlər bəhsinə aid bir video çəkdik. Bu gün isə danışacağıq ahəng qanunu, heca, vurğu, sözün sətirdən sətrə keçirilməsi, bəzi orfoqrafiya, orfoepiya ilə bağlı olan və sair məqamlar. Lövhəyə belə bir şey yazmışam. Lövhədə 120-yə yaxın sözün orfoqrafiya qaydası var, yəni düzgün yazılışı var. Dövlət İmtahan Mərkəzinin buraxmış olduğu dərs vəsaitində, istərsə də test toplularında, həmçinin digər vəsaitlərdə, hansı ki onların adlarını mən çəkmirəm. Yəni istifadə olunan sözlərin düzgün yazılışıdır. Mən kənara çəkilim, siz ekran görüntüsünü istəyirsinizsə alın. Yəni, bu hissəni də eləyim ki, hamısı düşsün, amma bu hissəni silməyəcəm. Yəni, ekran görüntüsünü alın, indi birazdan buranı təmizləyəcəm çünki. Elə isə başlayaq. Lövhəni təmizləməkdən başlayaq elə. Haqqında danışaq ahəng qanunu. Ahəng qanunu türk dillərinin dəmir qanunu hesab olunur. Yəni, kök və şəkilçi arasında sabit, dəyişməz mövqedə qalır. Ahəng qanunu sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə deyilir. Nə deməkdir qalın və ya incə? Yəni, söz daxilində incə saitlərin ahəngi gözlənilibsə, ona qoşulan şəkilçi həmin ahəngə tabe olmalıdır. Məsələn, döyüş sözündə biz incə saitlərin ahəngini görürük. Ö və ü. Yaxud da əmək sözündə, yaxud çəltik sözündə. İndi deyirsiniz ki, ö də dodaqlanandı, ü də dodaqlanandı. Yəqin eyni kateqoriyaya aid olmalıdır. Xeyr, elə bir qanun yoxdur. Baxın, burada müxtəlifdir. Biri açıqdır, biri qapalıdır. Amma yenə görürsünüzmü, incədir. Hamısı incədir, düzdürmü bu sözlərin? Yaxud da indi qalın saitli bir sözlər yazaq. Yazaq alma. Yazaq, nə yazaq? Dondurma. Və s. Ahəng qanununun tələbi ilə kökə qoşulan şəkilçi sözün ahənginə uyğun olmalıdır. Kökün ahənginə uyğun olmalıdır. Məsəl üçün, döyüşçü. Çı-çı-çu-çu şəkilçisini mən buraya artırdım. Görürsünüzmü? Ahəng qanunu pozulmadı. Mən nə dedim? Sözdə, əgər bir sözdə ya bütövlüklə incə saitlər gəlməlidir, ya da bütövlüklə qalın saitlər gəlməlidir. Baxın, burada ö də, ü də, yenidən ü də, oraya artırılan hissəcik də incə saitlərdən ibarət olduğuna görə dilimizin ahəng qanunu pozmadı. Əmək sözünə mən saitlə yəni daxilində sait olan bir şəkilçi artırmalıyam. Yenə əməkçi. Yaxud da əməklər. Lar-lər şəkilçisindən lər hissəciyini artıra bilərəm artıq. Çəltikçi, çəltiklər və s. Burada görmüş olduğumuz nümunələr incə saitlərin ahənginə aid idi. Qalın saitlərin ahəngi də ola bilər. Məsəl üçün, almalar. Mən artıq bura lər şəkilçisi artıra bilmərəm. Nəyə görə? Biz bilirik ki, cəm şəkilçisi 2 dənədir, düzdürmü? Lar, lər. Hansını artırmalıyam? Baxıram ki, sözdə qalın saitlərin ahəngi olduğuna görə lar hissəciyini artırmalıyam. Aydındırmı? O, u, a qalın saitlərdir. Mən oraya yenidən qalın saitli bir şəkilçi artırmalıyam. Bu qədər bəsit. Tutalım ki, heç şəkilçili bir söz yoxdur. Məsələn, söz bir kökdən ibarətdir. Yenə ahəng qanunu pozula bilər. Adam adıdır. Baxın, Agil. Sadə sözdür. A qalın saitdir, i incə saitdir. Ahəng qanunu pozulmuş oldu. Aydındır. Ona görə də bu qaydalara əsasən deyirik ki, ahəng qanunu kök və şəkilçi arasında sabit, dəyişməz qüvvəyə malikdir. Buna görə də o morfonoloji hadisə sayılır. Morfonoloji. Aydındır. Belə. Daha sonra ahəng qanunundan danışarkən biz bir variantlı şəkilçilərdən də danışmalıyıq. Nə deməkdir bir variantlı şəkilçilər?
götürək. Yəni xana, keş, dar bu şəkilçilər bir variantlıdır. Ahəng qanununda pozur. Ev sözünə dar şəkilçisi əlavə elədim. Əslində mən nə dedim? Bunun ahəng qanununa tabe olmaq üçün mən bura evlər əlavə eləməliydim. Düzdürmü? Amma bir variantlı şəkilçilər istisnalıq təşkil edir. Onlar kökə qoşulsa, deməli, ahəngdən kənara çıxar. Heca sözün asanlıqla bölünə bilən hissəsidir. Heca. Heca sözün asanlıqla bölünə bilən hissəsidir. Məsəl üçün, bu arada heca sözündə uzanma hadisəsi yoxdur. Məsələn, götürək ambar. Hecamız birbaşa olaraq intonasiya ilə bağlı olan ünsürdür. Düzdür. Məsəl üçün deyirik ki, sözü hecalara bölərkən biz oradakı saitlərin sayına fikir verməliyik. Yəni sözdə neçə sait səs varsa, bir o qədər də heca var. Məsəl üçün ambar sözündə 2 dənə saitimiz var. Deməli həmin söz 2 hecadan ibarət olacaq. An, bar şəklində hecalara bölünəcək. Aydındır? Yaxud da Füzuli sözünü götürək. Füzuli. Yəni def işarəsi qoyulur əslində. Sadəcə mən ayırmaq üçün onları belə plus qoydum. Hecalarda və sözün sətirdən sətrə keçirilməsində defisdən istifadə olunur, tirədən yox. Yəni bunda sonra gəlir sözün sətirdən sətrə keçirilməsi anlayışı. Sözün sətirdən sətrə keçirilməsi birbaşa olaraq hecalarla bağlı olan anlayışdır. Yəni biz sözü necə hecaya bölürüksə, həmin cürdə sətirdən sətrə keçirməliyik. Bu qədər bəsit. Amma məsəl üçün ana sözü hecalara bu şəkildə bölünür. Düzdür? Mən artıq dəftərin sonunda A hissəciyini saxlayıb, digər sətrin yeni tərəfinə na hissəciyini keçə bilmərəm. Məsəl üçün buna icazəm yoxdur. Tutalım ki, bu dəftərin sonudur. Mən gəlib aşağı tərəfdən na hissəciyini yaza bilmərəm. Qaydamız belədir ki, sözün sətirdən sətrə keçirilməsində hecanı silək. Lövhəmiz var, amma hələ də əldən istifadə edirik. Bir saitdən ibarət olan hecanı sözün sonunda, sətrin sonunda saxlaya bilmərəm. Aydındırmı? Ya mən ana sözün olduğu kimi burada yazıb yerləşdirməliyəm, ya da elə keçib digər tərəfdən yazmalıyam. Yaxşımı? Bu qaydaya bir dənə biz neyək? Fikir verək. Yaxşı. Orada sonra biz görəcəyik ki, bəzi ixtisarların tələffüzü var. Tələffüz yox, sətirdən sətrə keçirməyi üzr istəyirəm. Məsəl üçün deyir, Sumqayıt Dövlət Universiteti. Deyir, məsəl üçün bunu mənim yerim yenə əlimdən silirəm. Deyir, tutaq ki, yerim çatmır. Mən də krisalıq eləyirəm ki, dəftərdən biraz yaxşı istifadə edeyim. S.D.U-nu artıq keçib yaza bilmərəm, yaxud da universiteti yaza bilmərəm digər tərəfdə. Yəni, məsəl üçün Bakı Dövlət Universiteti olsun, Azərbaycan Dövlət Pedaqoji Universiteti olsun, BMT olsun. Yəni, bunların bir tərəfini mən sətrin sonunda saxlayıb, yerdə qalan tərəflərini, hissələrini yeni sətrə keçirə bilmərəm. Yəni, bu anlayışa icazə yoxdur. Aydındır, belə bir şey yoxdur. Yaxud da Molla Pənah Vaqif yazmaq istəyirəm, düzdürmü? Yenə Vaqifi keçib bu tərəfdən yaza bilmərəm. Belə yaza bilərəm. Vaqif. Bu şəkildə yazmaq olar. Aydındır. Keçdik heca vurğusuna. Sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsinə heca vurğusu deyilir. Heca vurğusu bizim əsas işimizdir, əsas prinsipimiz olmalıdır. Əsl Azərbaycan mənşəli sözlərdə əsasən vurğu sözün sonuncu hecasına düşür. Vurğu sözün son hecasına düşür. Amma müəyyən istisnalarımız var ki, onlarda vurğu sözün əvvəlinə düşsə də milli mənşəli sözlərdir. Məsəl üçün, bayaq, dünən, bildir, zaman mənasında, nəsə bildirmək mənasında yox. Aydındır. Bu tip və sair sözlərdə, yəni siz düşünməyin ki, bizim milli mənşəli sözlərimizdə vurğu həmişə sona düşməlidir. Xeyr, əvvələ düşən nümunələr də var. Yaxşımı? Yaxud da bu heç də o demək deyil ki, bütün vurğu sona düşən nümunələr milli mənşəlidir. Xeyr, alman mənşəli sözlərdə də vurğu sona düşə bilər. Aydındır.
Yəni həmişə ancaq deyər dildə bir anlayış yoxdur. Ha bir də onu deməyi unutdum bayaq. Ahəng qanunu izah edəndə qəfil ağlıma gəldi. Bunu burada deyim. Məsəl üçün ilğımdır, işıqdır, işartıdır, quzeydir və s. tipli sözlərdə deməli ahəng qanunu pozulsa da milli mənşəli sözlərdir. Bir dənə bunun əlavəni də elədim, rahatladım. Yaxşı, yerdən qayıtdıq hecaya. Heca nə idi? Heca vurğusuna. Heca vurğusu. Yaxşımı? Biraz danışdıq heca vurğusunda. Tutalım mən bir neçə söz götürürüm. Məsələn, nə götürürüm? Götürürüm obyekt sözünü. Vurğu ancaq saitin üzərinə düşə bilər. Aydındır. Elə götürək vurğu sözünü. Götürək, yox, çətin yazmayayım. Götürək həyat sözünü. Götürək imtahan sözünü. Və s. Mən verilən sözləri hecalara parçalamalıyam. Hansı heca qüvvətli şəkildə çatdırılacaqsa qarşı tərəfə, yaxud da fərqi yoxdur. Yəni necə izah edəcəksə, həmin hecaya da vurğu düşməlidir. Məsəl üçün obyekt söz yazmışam. Bunun hecası obyekt şəklindədir. Aydındır? Bölürəm. Baxın. Yaxşı olar ki, bir vurğunu qoyasınız saitlərin üzərinə. Birinci qoyaq onun üzərinə. Obyekt. 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 Hansına düşdü? Hansı daha məntiqli səsləndi? İkinci heca, düzdürmü? Obyekt. Aydındır? Sonra vurğu. Baxın. Vurğu. Vurğu. Qoydum nəyə? Axırıncıya. Axırıncıda daha elə ki, daha yaxşı oldu, hə? Həyat. 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 İmtahan. 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 Qonşular keçəcək səsimdən. İmtahan. Bəzi adam adları var ki, adam adlarında, insan adları var ki, xitab yerində işləndikdə vurğu əvvələ keçə bilir. Məsəl üçün, İlkin, öz adımı yazacağım, reklam olsun. Mənim adımda vurğu hara düşür? İlkin. Yox, İlkin, axıra düşür, düzdürmü? Amma desəm ki, İlkin, yaxud da İlkin, sabah bizə gəl. Yəni, xitab məqsədi ilə işlədilən bəzi sözlərdə vurğu əvvələ düşə bilər. Yaxud da, məsəl üçün, Vaqif sözü yazaq. Vaqif sözündə olduğu versiyada vurğu axıra düşür. Vaqif, aydındır. Amma deyirəmsə ki, Vaqif, dərsini oxu. Vurğunu saldım əvvələ. Aydındır. Bax, bu məqamlara biz bax, bu tip sözləri biz dildə görürük. Ellipsis, ellipsis, elliptik, vurğu düşür axıra. Snekdoxa, hecasına. Ekspert, eyə. Fauna, fabula, əvvələ düşür. Kardiyolog, hara qoydum vurğunu? O'ya qoydum. Amma hansı O'ya qoydum? Axırdan əvvələ qoydum. Əksəriyyətimiz deyir ki, kardiyolog yanına gedirəm. Kardiyolog, axır. Orfoqram, hara qoydum? Ortaya qoydum. Orfoqram deyirik. Amma yenə əksəriyyətimiz səhv deyirik. Vurğu harada olmalıdır? Axırda olmalıdır. Orfoqram, aydındır. Hə, bir də bu əski sözləri var, bu qəbildən olan. Əski olanda köhnə mənasını verir. Məsəl üçün deyir, Dədə Qorqudda var, deyir, qar düşmən dost olmaz, əski pambıq bez olmaz. Bax, bu həmin əskidir. Əski, əski. Sonra nikah, nicah. Nikah o bildiyimiz evlənmə və s. ilə bağlı olandır. Nicah isə baxış nöqtəsi. Nicah baxış. Sizin fikriniz dağılmasın. Vurğu qəbul etməyən şəkilçilər. Nə deməkdir bu? Yəni sözdə bu şəkilçilər varsa, həmin hissələr vurğu qəbul etməyəcək. Ov, ova, yev, yeva, zadəni saxlayırıq. Sonra gil, zərf düzəldən casına, cəsinə, zərf düzəldən cacə, nümunələr deyəcəm indi yadıma düşsə. Nümunələr naran bəzən yaxşı olmur. Daha sonra
İdi imiş isə hissəcikləri vurğu qəbul etmir. Namə inkar bildirəndə vurğu qəbul etmir. Sonra cacəyə aid bir neçə məqamlar var. Onları deyək. Cacə məsəl üçün modal söz olanda vurğu qəbul etməyəcək. Qoşma kimi işlənəndə vurğu qəbul etməyəcək. Amma cacə ədat kimi işlənəndə vurğu qəbul eləyəcək. Məsəl üçün körpəcə. Cacənin qoşma və ədat olmağı bizi çaşdırmasın. Məsəl üçün, məncə oxumadı. Burada məncəni modal söz və qoşma olması bizi qarışdırmasın. Çaşdırmasın. Məncə oxumadı. Yəni, mən qədər oxumadısa qoşmadı. Məncə o sabah gəlməyəcək. Cümlənin ona görə davamına fikir verək. Aydındır. Mən qədər o sabah gəlməyəcək deyə bir anlayış yoxdur axı. Məncə o sabah gəlməyəcək. Fikrin mənbəyini bildirən modal sözdür. Aydındır. Məncə, əvvələ ki, cacə hissəsi vurğu qəbul etmədi. Qoşmanı da dedik. Deməli, körpəcə hə. Körpəcə bir dənə ədat kimi olanda vurğu qəbul eləyir. Bu cacə hissəsi. Yerdə qalan məqamlarda vurğu qəbul etməyəcək. Aydındır. Sonra nə qaldı orada? Hə, bir də lar-lər şəkilçisinə baxaq. Lar-lər də özünü iki cür göstərəcək. Məsəl üçün, isim kimi işlənəndə kitablar vurğu qəbul eləyəcək. Kitablar, kitablar, kitablar vurğu qəbul eləyəcək. Amma fe'lə məxsus o şəxs kəmiyyət söhbəti olanda, məsəl üçün, yazırlar. Yazırlar deyə bir anlayış yoxdur artıq. Yaxşımı? Yazırlar. Yaxud da nə olsun? Gələcəklər. Yəni, buradakı ismə məxsus lar-lərdən, feildən sonra işlənən lar-ləri biz qarışdırmayaq. Aha, dedik ki, soyadlar vurğu qəbul etmir. Məsəl üçün, Həsənov. Həsənov. Əliyev. Əliyev, İyə düşür. Əmimgil. Bax. Əmimgil. Nəyə düşür? İyə düşür. Hansı İyə? Kökdəki İyə düşür. Aydındır. Casınacəsinə, icidcəsinə. İcidcəsinə. İcidə düşür. Aydındır. Casınacəsinə vurğu qəbul etməyəcək. Cacə, Rusca. Türkcə, Rusca. Rus dedik, Rus yazaq da. Rusca. Aydındır, cacə qəbul etməyəcək. İdimiş isə hissəciklərdə həmçinin. İdimiş isəni biraz tutmağımız çətin ola bilər. Amma yada saxlayın ki, onlar da vurğu qəbul etmir. İnşallah feilin izahında daha yaxşı izah edərik. Mamə, məsəl üçün, gəlmə, getmə və s. Feil olanda, əmrivari bir şey olanda, yəni vurğu qəbul etmir. Amma məsəl üçün deyirəm ki, mamə ilə olan sözlərdə iki başlı anlayışlar var. Məsəl üçün deyirəm ki, bölmə. Əti bölmə. Bir də deyirəm ki, bölmə əməli. Aydındır isim. Məsəl üçün, nitq hissəsinə mənsubluğu dəyişməsə də mənası dəyişən sözlər var. Məsəl üçün, alın. Məsəl üçün, döyün. Biri var, deyirəm ki, alın. Əmr edirəm da, düzdürmü? Əmr edirəm ki, alın, nəysə alın. Bir də var, deyirəm ki, mal alındı, məhsul növ. Mal alındı. Qodan silim. Hə. Nə dedim mən? Məhsul. Hə, yəni kim tərəfindən alındığı bilinmir. Baxın, ikisində də feildir. Alın. Əmr elədim, düzdürmü? Əmr şəkli var. Bir də deyir, mal alındı. Bax, alınmaq sözüdür də hər ikisi məstərdə. Alınmaqdır, düzdürmü? Amma nitq hissəsinə mənsubluğu dəyişmədi. Lakin mənası dəyişdi. Düzdürmü? Döyün. Qapını döyün. Bir də var, deyirəm ki, ürəyin nədir? Ürəyin döyünür. Qayıdış növ, döyünmək. Hə, elektrik sözü də var. Əslində elektrik sözündə yaza bilərik. Elektrik sözündə yaza bilərik.
Sonra şaxta sözü də var, onu da yaza bilərik. Başqa görün, başqa yoxdur. Məsəl üçün elektrik izah eləyək. Elektrik. Elektrik isimdir bu artıq. Bu ikisi feildir yuxarıdakılar. Bu isimdir. İndi şaxtaya baxacağıq. Elektrik çağırdım. Aydındır. Nə çağırdım? Elektrik çağırdım. Bir də deyirəm ki, elektrik, o bildiyimiz elektrik, cəryan. Bu şaxta və şaxta fərqli anlayışlardır. Əvvəldə düşəndə o yeraltı işlərdən danışır. Vurğu axıra düşəndə şaxta, yəni 0 dərəcədən aşağı olan anlayış. Aydındır. Alın, alındı. Döyün, döyünmək. Onları da vurğunu qoyum ki, çaşbaşlıq yaranmasın. Yaxşı mı? Bu ikisi də oldu isim. Bu qaydanı bir də ümumiləşdirirəm. Yəni beynimiz qarışmasın deyə. Nitq hissəsinə mənsubluğu dəyişmədi. Bax, feil idi, feil oldu. Feil, feil, isim, 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 isim. Amma mənası vurğuya görə dəyişdi. Yaxşı. Bir də var ki, deyəsiniz nə oldu? Bir də var ki, nitq hissəsinə mənsubluğu da dəyişsin. Belə, əli dəymişkən mənası da dəyişsin. Bir nə get silinir. Aha, keyfiyyətsiz qələmlər. Yəni, nitq hissəsinə mənsubluğu da dəyişsin. Nə də dəyişsin? Mənası da dəyişsin. Məsəl üçün, romantik. Romantiklərin fikrincə, nə bilim, Əli bəy Hüseynzadə hamı üçün və s. və s. Cümləni daha toparlanmalı. Romantiklərin fikrincə, kimlərin fikrincə? Bir də deyirəm ki, romantik əsər. Romantik əsər. Necə əsər? Yəni romantik üslubda yazılmış. Mən mütləq sizə gələcəm. Mütləq. Bir də deyirəm ki, mütləq də yəni sifət kimi deyir, mən cahan mülkündə mütləq doğru halət görmədim, hər nə gördüm, əyri gördüm, özgə babət görmədim və s. Bu şəkildə. Yəni birində sifət, birində zərf kimi işlənən məqamlar. Sonra barı. Bir var isim kimi, bir də var barı bizə gəl. Nə oldu? Burada da arzu ədatı şəklində oldu. Belə, hələ ki, bunlardan da bu qədər. Vurğudan başqa görüm nəsə qalmadı ki, yaddan çıxan. Yəqin ki, bir şey qalsın. Bu qədər olmağı bəsdir. Klassik və sair sözlərini də burasında əlavə eləmək olar. Məsəl üçün, klassiklərin fikrincə burada olur isim, klassik əsər, vurğu sona düşəndə olur sifət. Və s. Yəni, o da bu qəbildəndir. Bu yazım artıq. Klassiklərin fikrincə burada olur isim. Klassik əsər, burada da olur sifət.